Təbiiliyi qorumaq lazımdır. Ülker xanım, çox təbii görünürsünüz. Bayaqdan axtarım görsən Ülker xanımın nə proseduru var üzündə tapa bilmirəm hələ ki. İndi çox şəxsiyə girmək olmasın, hər hansı prosedur varmı üzünüzdə? Yox, mən hər kəsin şəxsi fikrinə... Çox təbii və gözəl görünürsünüz. Təşəkkür edirəm. Mən hər kəsin fikrinə çox hörmətlə yanaşıram və... O sonra Seva ilə mən deyəm. Amma bilirsiniz, hazırda dünyada bizim sağlamlığımıza zərər vermədən o qədər təbii üsullar var ki, hansı ki, məsələn, siz dolğu və ya botoks deyirsiniz, siz ona başqa cür, yəni gözəllik mənasında yanaşırsınızsa, mən buna tibbi tərəfindən yanaşıram. Ay, sağ olun. Və mənim üçün bu bir dramadır, bir tragediyadır. Nəyə görə onu sizə izah edeyim? Çünki bizim orqanlarımıza baxdıqda ən çox qanlanan zonamız üzümüz və boynumuzdur. Bu o deməkdir ki, ən çox sinirlənən zonamız da məhz üzümüz və boynumuzdur. Və əgər ki, qadın həmin zonaya iynə müdaxiləsinə icazə verirsə, bu çox ağrılı bir prosedurdur. Və bu bizim biraz təbiətimizə uyğun deyil. Nəyə görə? Çünki dediyim kimi ən çox qanlanan və sinirlənən zonada ağrı daha çox olur. Deməli, burada nəsə düz getmir. Deməli, burada nəsə bir problem var. Gözəllik qurban tələb edir. Aha, tamam. Amma əvvəlki dövrlərdə... Əvvəlki dövrlərdə, məsələn, mən Azərbaycandan getdiyim müddətdə mən qadınlarımızı belə görmürdüm. Mən Azərbaycana geri qaydanda tamam başqa bir şəkil canlandı gözümün qarşısında. Yox, ona görə demirəm. Mən dediyim kimi heç kəsin şəxsi zonasına girməyi istəmirəm. Sadəcə fərqi izah edeyim, tibbi dildə izah edeyim, biraz başa düşmək üçün. Hər hansısa bir fərdin dünyaya gəlməsi üçün bir yumurta hüceyrə qadından xərclənir və bu yumurta hüceyrə digərlərinə nisbətən daha böyükdür. Bu yumurta hüceyrə seçəndir. Onu kimisə seçib seçmədiyi, kimisə bəyənib bəyənmədiyi ona maraqlı deyil. Bu hər bir qadında olan bir şeydir. Və bu təbiət və ya bizi yaradan bizə göstərmək istəyir ki, bu yumurta hüceyrə bu qadının təbiətidir. Yəni öz dəyər, öz güvən o qədər yüksək səviyyədədir. Amma hazırki dövrdə... Amma bəzən də bizim özgüvənimizin yerinə gəlməsi üçün o prosedurlar lazım olur. Sizcə bu kifayət eləyirmi? Eləmir. Mən öz xəstələrimdən deyə bilərəm ki, hər il təkrar-təkrar bədən şəkilləndirmə əməliyyatına girən xanımlarımız var. Bəli, hər ay üzdə hər hansısa bir ona incə toxunuşlar deyirlər. Bədən necə dözür hər il bədən şəkilləndirmə əməliyyatına? Bilirsiniz, bununla müəyyən müddət özlərini sakitləşdirirlər. Amma altda icebergin alt hissəsini biz görmürük, altda proses gedir. Doktora bir sualım olacaq ki, bunları məsələn məsləhət görmüşsünüz. Gözəl qalmaq üçün alternativ nə deyə bilərsiniz məsələn? Bütün dünyada hansı ki, heç bir müdaxilə eləmədən özümüz gözəl qalır. Bəli. Əvvəla dərimiz bizim orqanlarımızdan biridir. Çox böyük səthi əhatə edən orqanlarımızdan biridir. Və dərinin üzərində kosmetoloqumuz məndən də yaxşı bilir ki, xüsusi dəliklər var ki, məsələn, biz bəzən olur ki, ağrı kəsici kimi ondan istifadə edirik. Yəni, üzərinə plaster yapışdırmaqla bütün bədənə ağrı kəsici təsir göstəririk. Misal olaraq fentanil plasterini deyə bilərəm. Bu o deməkdir ki, dərinin hopmaq qabiliyyəti çox yüksəkdir. Və əgər mən dolğu istəyirəmsə, mən mütləq deyil ki, ora hər hansısa bir iynə ilə müdaxilə eləməliyim. Çünki dediyim kimi, iynə həm ağrı yaradır, həm də həmin yerdə lokal olaraq iltihab yaradır. İltihab nə deməkdir? Qocalmaq deməkdir. Bu deməkdir ki, onu təkrarlamaq lazımdır ki, dəri qocalmasın. Təbii vasitələrlə də amma gözəl. Bəli, təbii vasitələrlə. Məsələn, o sirri bölüşün bizimlə. Xüsusi gəllər var ki, sırf hopdurmaqla... Səhərlər yenə görüm özümə nə iş tapıram. Məşğuliyyət tapıram özümə. Yəni, xüsusi gəllər var ki, sırf onu hopdurmaqla o dolğu effektini almaq olar. Yəni, məndə indiyədək mən özüm, üzr istəyirəm, ağciyərdən belə su yığmağı çox rahatlıqla edən bir insanam. Bunu pasiyentə eləyə bilirəm, amma özümə müdaxiləyə heç razı olmayan bir insanam. Yəni, o ağrını mən özümə rəva görməyənə. Azərbaycanda da bunun mütəxəssisi var. Yəni, bütün dünyada artıq yayılmışdır. Çünki dünyamız artıq daha təbii şeylərə gedir. Yəni, bu süni şeylərin bizə təsirini bilir deyə. Yəni, ona görə sadəcə, bəlkə də burada yaşamadığım üçün başqa düşüncədəyəm, amma hər kəsin də düşüncəsində. Ona görə biraz sakitdir. Bu sizin subyektiv düşüncələrinizdir. Müdasa meyvən deyəcək, gedib onu tapıb axtaracaq. Yox, ki, son illərin tədqiqatları göstərir ki, 1980-ci illərdə aldığımız meyvə ilə indi aldığımız meyvənin tərkibi belə eyni deyil. Yəni, siz oradan umduğunuz o vitamin və minerallar eyni deyil ki, onu yeyib. Yox, onun əvəz edicisi var, hansı ki, yəni tam kimyəvi tərkib və ya kimyəvi təsir olmadan, yəni hətta havanın, torpağın kimyəvi təsiri olmadan hazırlanan dərmanlar var, belə deyim, qida əlavələri var.
Amma kimsə sizə desə ki, səhər qreypfrut içərək və ya pomidor yeyərək ürəyinizi sağalda bilərsiniz, bunlar biraz mifdir. Yəni müasir Siz bizim dövr üçün ümidlərimizi qırmaq üçün gəlmisiniz. Mən biraz başqa düşüncə, Realist alternativ düşüncə. Realist, Alman dəqiqliyi və realist yanaşma. Oradakı təcrübəniz, yəni Alman həkimləri və Alman pasiyentləri və yaxud da ümumiyyətlə Almaniyadakı həkim-pasiyent münasibətləri və Azərbaycandakı həkim-pasiyent münasibətləri, bu fərqi istəyəcəm aşılayasınız. Mövzu sırf hansısa bir ölkəni pisləyib, hansısa bir ölkəni yaxşılaşdırmaq deyil. Real olaraq təcrübənizi istəyəcəm bölüşəsiniz bizimlə. Mən Almaniyaya nə fərqlər görürsünüz? Öncə bir il Azərbaycanda da çalışmışam və hazırda Azərbaycanda işləyən kolleqalarımla da bəzi nüansları müzakirə edirik. Bir şey çox nəzərə çarpandır ki, Almaniyada həm həkimin, həm pasiyentin öz sərhədləri və öz hüquqları var. Yəni siz istədiyiniz vaxt, istədiyiniz həkimi narahat edə bilməzsiniz. Mən bunu illərdir Azərbaycandakı və ya Azərbaycanlı pasiyentlərimə izah edə bilmədim. Çünki hətta fikir versəniz, çox hörmət elədiyiniz həkimlərinizin şəkillərində adətən yazılıb ki, bu saatlarda narahat eləməyin. Görəsən xeyri olurmu? Olmur. Yenə də yəni narahat eləyir. Bu biraz bizim üçün uyğun olmayan bir şeydir. Bunu mən düşünürəm ki, bizim cəmiyyətə biraz öyrətmək lazımdır. Ondan əlavə bizim Almaniyada heç bir pasiyent həkimə nə isə diktə eləyə bilməz. Və ya məsələ olur ki, deyir ki, mən özümdə bunu yoxlatmaq istəyirəm. Yəni hansısa qan analizinə xəstə qərar verə bilməz. Azərbaycanda biraz fərqlidir. Məsələn, biz ilk olaraq diaqnoz qoymaq üçün daha yüngül müayinə metodlarından başlayırıq. Məsələn, ultrasəs müayinəsi, bunu biz özümüz həyata keçiririk, hansısa həkimə və ya kiməsə göndərmirik. Ondan sonra ehtiyac olarsa kompüter tomoqrafiyası, ehtiyac olarsa ən sonda maqnit rezonans tomoqrafiyaya aparılır. Göndərilir xəstə və bunun üçün də müəyyən zaman tələb olunur. Amma Azərbaycanda adətən hətta cavan xəstələr belə birbaşa maqnit rezonans tomoqrafiya və hətta PET-CT dediyimiz pozitron emisyon tomoqrafiya eləyən xəstələr var. Hansı ki, özləri qərar verir və özləri istəyir deyə bu müayinəni əldə edə bilir. Maariflidirlər də bizim xalqımız. Maarifləniblər. Amma olmaz bilir. Olmaz ki, məsələn, mən durmuşam bugün deyirəm ki, mən gedim özümü check-up elətdirim. Mümkün deyil. Niyə? Əvvəla kimdən icazə almalıyam ki? Orada birinci ailə həkiminə müraciət eləməlisiniz. Bizdə yoxdur o ailə həkimində. Olmasa belə, yəni hər hansısa bir həkimə müraciət elədinizsə, əvvəla əgər təcili bir vəziyyətiniz varsa, təcili yardıma müraciət edirsiniz qəbul şöbəsinə. Bu zaman məsələn mən görsəm ki, sizin kimi bir cavan xəstə gəlib, bunun üçün bizim fast track otağımız var. Yəni kiçik bir otaqdır. 5 dəqiqə vaxt sərf edib sizinlə danışıram, sizi müayinə edirəm və evə göndərirəm. Bəzən olur ki, heç qan analizinə ehtiyac olmur. Bu Azərbaycan üçün biraz, yox, psixoloji deyil. Bilirsiniz, əvvəlki dövrlərdə ümumiyyətlə biz tibbi öyrəndiyimiz müddətdə də bizim 4 müayinə metodumuz var ki, bununla xəstəyə diaqnoz qoya bilməlisən bir həkim kimi. Yəni xəstə ilə danışdıqda artıq 99% 5 dəqiqə burada danışa bilərsiniz, diaqnoz qoya bilərsiniz. Verib davam edən müddətdə yoxdur. Canlı verilişdə olmur. Efirdən sonra müzakirə eləyə bilərik. Bizim çay masamız olacaq. Belə izah edeyim. Birinci anamnezdir. Bu anamnez çox önəmlidir. Yəni biz ən az yarım saat anamnezə əgər vaxt ayırırıqsa, bu zaman diaqnozun 99%-i həkimin beynində hazır olmalıdır. Əlavə müayinəyə sırf o diaqnozu təsdiqlətmək üçün göndərərlər. Əlavə müayinəyə göndərməzlər ki, xəstənin diaqnozunu təyin etmək üçün. Və bəzən olur ki, üzr istəyirəm, 150 müayinəyə göndərilib xəstə, ortada yenə diaqnozu yoxdur. Və ya diaqnozu olsa da müalicəsi yoxdur. Yəni sorğu-sual çox vacibdir pasiyentlə həkim arasında. Doğru sual deyək. Yəni oturub oradan-buradan danışıb əlaqəsiz bir şeylər. Düz deyir, həkimə gedirsən deyir, haran ağrıyır, daha haram ağrıyır tapandan sonra. Amma baxın, 5 dəqiqə xəstə ilə söhbətdən sonra bəzilərinin hətta hazır belə deyim, reseptləri olur. İstər həyat tərzini dəyişmək üçün, istər analizlər üçün. Bəzən olur ki, heç ehtiyacı olmayan analizləri göndərir. Yox, olmaz. Ondan əlavə, yəni 5 dəqiqə tez xəstə ilə danışın və xəstə haqqında məlumat toplamadan sırf hansısa müayinəyə göndərin. Bu biraz həkimliyə uyğun deyil. Fərqimiz düşünürəm ki, bundadır. Sualınız var Aytaç xanım və yaxud da Sevinç xanım, sualınız var bizim Ülkər xanıma? Yoxdur, amma bir şey vurğulamaq istəyirəm ki, xanım dedi, təbii yollarla gözəl, yəni estetik prosedurlar yox. Təbii ki də hər kəsdə fərqlidir. Bəli. Bəzən dilləri xiyarı hansısa bir tərəvəzi qoy üzünə. İndi gəlin belə danışaq da, üzdə həcm itkisi varsa, onu heç bir krem düzəldə bilmir, dolğunluq verə bilmir. Bilirsiniz, işi mütəxəssisinə həvalə etmək lazımdır. Əlbəttə ki, o... Yəqin burada demək istəmirsiniz,
efirdən sonra deyərsiniz Efirdən bizə. sonra bəli, tanış edə Bəlkə bilərəm. çox Yəni maraqlıdır. Azərbaycanda mən 2013-cü ildən tam dəqiqliyi, yəni baxın 13 ildir sadəcə bir qadına üzümü həvalə edirəm. Bu da 30 ildən artıq təcrübəsi olan həkim, yəni mənimlə eyni düşüncədə olan bir insandır, hansı ki təbii yollarla bunu eləyir və o xanımın hətta ilk daxil olduğumda onun otağına 73 yaşında bir xanım var idi, heç görsənmirdi, yəni 40 yaşında. O zamanlar botoks yox idi, o zamanlar dolğu yox idi. Bəli, sadəcə işi mütəxəssisinə həvalə Məncə bu eləmək sırf lazımdır. seçimdir. Nə mənada? Məsələn, elə qadın var ki, 40 yaşındadır, istəmir qırışı görünsün, gedir botoks eləyir. Yəni bu sırf insanın öz istəyi ilə bağlıdır. Tarixinə baxdığınızda Məsələn, mənim anamın 62 yaşı var, üzündə bir dənəsi prosedur yoxdur. O sırada mən qızı 31 yaşım var, bütün Genetikdən də prosedurları çox şey eləmişəm. asılıdır Gülnar xanım. Genetik də çox şey asılıdır. Onu deyirəm də, deyirəm genetik anam 62 yaşı var mənim anamın. Allah bütün anaların canı sağlam eləsin, öpürük bütün anaların əllərindən, gözlərindən. Bir dənə prosedur eləməyib təsəvvür eləyin. Amma gül kimi də üzü, gözü düzdür, qırışları var alnında, təbii yaşla bağlı. O sırada onun genini daşıyan mən 31 yaşında bütün prosedurları həyata keçirmişəm. Yəni bu sırf məncə istəklə bağlıdır. Mən sırf televiziyaya gələndən sonra, sırf belə deyim də o kameradan arxivlərdən özümü görən sonra bir dəfə dedim ay burnum kompleks edirəm. Ay bir dəfə dedim ay bir dəfə gözüm, qaşım, burnum deyib dodağı falan yəni bir də gördüm ki, bütün prosedurları eləmişəm də yəni. Çox gözəlsiniz. Çox sağ olun, təşəkkür Amma edirəm. tək siz elə deyilsiniz. Azərbaycan qadınlarının əksəriyyətində dediyim kimi bu yəni dərin depressiya kimi bir şey yaradır Bəlkə də ki, deyirəm sosial şəbəkədə bu gözəllik proqramları var. Adam baxır deyir ki, ayda sual ondadır ki, mən baxıb niyə elə fikirləşmirəm məsələn. Bu düşüncə tərzidir də sırf. Xeyr, mən düşünürəm ki, insanların maariflənməsindən çox şey asılıdır və biraz da sağlamlıqla əlaqəlidir. Yox, düşünürəm sağlamlıq mövzusu, sağlamlıq nədir? Deyirsiniz ki, məsələn, gözəllik prosedurlarına gedənlər sağlam diyorsa sağlam deyil mənasında. Yox, yəni onu demək istəyirəm ki, əgər ortada bir şeyə baxıb, bir kəsə baxıb kompleks yaşayan qadın varsa, ortada öz güvən problemi var. Mən özümə baxıb kompleks yaşayırdım. Məsələn, deyirdim ki, ayda Gülnar burnum pis görünür. Məsələn, indi baxıram onun əvvəlki özünü videolarına. hamıdan çox sevəndir. Bir ego olmalıyıq deyirsiniz. Bu ego deyil, bu ego deyil, bu öz dəyərdir. Təkəbbürlü olmaq. Yəni qadının yaradılışında bu var. Bayaq dedim axı yumurta hüceyrə heç kəsi seçmir, özü seçir, o seçilmir. Okay, o gözləmir ki, kimsə ona deyəcək. Biz seçirik deməmiş hər şeyi. Biraz bizdə, yəni Azərbaycan qadınında zəifləyib. Okay? Yəni əksəriyyətində mən konsultasiyalarda da bunun əvvəlki dövrlərə nisbətən daha çox depressiv fazalar müşahidə olunur. Siz mən nə demək istəyirəm? Məsələn, mən özüm günü bugün gözəl xanım görəndə demirəm. Məsələn, artıq olur bəzi hallarda xanımlar, yəqin siz də görürsünüz də, çox həddən artıq prosedur edən xanımlar gözəl görünmür. Başa düşürəm. Amma olur məsələn təbii gözəldir. Bir də nəsə prosedur eləyiblər, yəni biraz da gözəlliyə. Ümumiyyətlə çox aşırı yenə deyirəm, Həddən dolğunluq, artıq yanaqlar, həddən artıq dodaqlar çox pis görünür. Bəli, çox. Amma qədərində müəyyən o cüzi toxunuşlar, incə toxunuşlar, hə. Demirəm hər şeyin aşırısı, necə deyirlər, çoxu insana zərərlidir. Elə suyu da çox içsək, su da zərərlidir. Ona görə hərəsindən biraz balansı həyatda, bu dünyada ümumiyyətlə hər şeyin, sevginin də, hər şeyin də balansını qorumaq lazımdır. Ona görə nəsə eləyəndə hamısını biraz belə balanslı eləmək lazımdır ki, necə ki dünya balansı qoruyub saxlayaq. Belə fırlanır, necə biz yıxılmırıq, belə balansı saxlayaraq. O balansı saxlamaq da bu özümüzdən asılıdır da, necə deyərlər. Bütün hər şeydə, münasibətlərdə, nə bilim yeməklərdə, deyirlər, onu yemirəm, bunu, hər şey yemək lazımdır əslində, bəlkə doktor da mənim fikrimlə razılaşar, amma hərəsindən biraz, birini çox aşırı yesək o mədəmizə zararlı olar. Bəli, həddən aşağı da yesək bu zəiflik olar. Yəni onu eləmək lazımdır ki, qədərində, öndə onu tutmaq lazımdır. İnsan düşüncəsi gərək onu özü qərar versin. Mənə çox maraqlıdır Ülkər xanım. Hansı ki, Almaniyada yaşayıb işlədiyiniz halda Azərbaycana gəlib müayinələr aparmaq ideyası bu sırf vətən eşqi ilə bağlıdır, yoxsa peşəkar bir missiyanız kimi düşünürsünüzmü bu addımınızı? Ümumiyyətlə vətənpərvər insanam və bunu düzünü desəm heç yerdə gizlətməmişəm. Və bayaq qeyd etdiyiniz kimi mən də o düşüncədəyəm ki, yəni Azərbaycanda böyüyüb, boya başa çatan, onun suyunu içib yeməyini yeyən, amma hər hansısa bir səbəbdən istər təhsil olsun, istər iş olsun, Azərbaycanı tərk edən insanların sonradan geri qayıtmaması və illərlə Azərbaycana gəlməməsi bu biraz mənə uyğun deyil. Əlbəttə ki, hər kəsin öz düşüncəsi, öz həyat yolu var, buna hörmətlə yanaşıram, amma mən bunu eləyə bilmədim. Yəni, harada olsam da o həqiqətən də doğrudur. Yəni, oxuduğumuz kitablarda yazılanlar ki, insanın bir hissəsi yarımçıq qalır. Çünki Azərbaycanda
yəni Azərbaycanda keçirdiyim hissləri dünyanın heç bir ölkəsində keçirə bilmirəm və özümü bir növ yəni vətənimə xidmət etmək üçün borclu hiss edirəm. Bəs nə zamansa bir dəfəlik qayıtmaq planınız varmı ölkəmizə, vətənə? Bilmirəm, bəlkə də. Yəni o deyirlər ki, həyat biz planlar qurarkən başımıza gələn şeylərdən ibarətdir. Bu doğrudur. Bunu demək hal-hazırda mənə çətindir. Sözsüz ki, Azərbaycanda yəni sevdiyim insanlar var. Azərbaycanda sevdiyim dildə danışırlar. Sevdiyim yeməklər var. Bunu yəni həqiqətən deyə bilmərəm, amma bəlkə də bilmirəm. Elə sual işarəsi altındadır. İnşallah ki, sizin üçün nə cür xeyirlidirsə o cürdə olar. İnşallah ki, haqqımızda hər birimizin daha gözəl olar. Qarşıda 8 mart gəlir, məlum məsələ. Təbrikləşəcəyik hələ. Ümumiyyətlə, soruşmaq istəyirəm sizdən. Bax, qadınların gözəlliyindən danışdıq müəyyən qədər, şərhləmiş olduğu mövzular. Bəs qadınlarımızın cəmiyyətimizdə sağlamlıqlarına investisiyaları olsun, sağlamlıqlarına diqqət ayırmaqları olsun, sizi qane eləyirmi? Yox. İndi deyəcəksiniz ki, Ülker xanım Azərbaycanda hər şeydən narazıdır, deyil. Sadəcə dediyim kimi, getdiyim dövrdə olan vəziyyət ilə indiki dövr İnkişaf eləmişdir. Pis deyil, inkişaf. Bəli, amma maariflənmə biraz azdır. Mən belə deyim, mən daha çox dırnaq arası deyəcəm, biraz mübaliğəli səslənəcək, intihar etmiş qadınlar gördüm Azərbaycanda. Yaşayaraq intihar etmiş? Yox, baxın, intihar etmək mütləq yuxu arteriyasını və ya biləkləri kəsmək deyil. İntihar etmək həm də özünə zərər verməklə olar. Yəni, bayaq qeyd etdiklərimə yenə toxunmaq istəyirəm ki, dediyim kimi o ağrılı zonalara əgər bir qadın iynənin, hələ bu ən yüngül halıdır və ya hər il bədən şəkilləndirmə əməliyyatı, bunun da ağrısı var. Bunu ağrı olaraq qəbul eləməyən və bundan sonra sakitləşən qadın mənim gözümdə intihar etmiş sayılır və bu depressiyanın ağrı fazalarında rast gəlinir. Deyə bilərsiniz ki, bəs qadınlar doğuş edərkən də ağrı keçirdir. Yəni, o normal deyilmi? Bəlkə qadının təbiəti budur. Yox, elə deyil. Doğuşdan sonra oksitosin hormonumuz o qədər yüksək səviyyələrə çatır ki, qadın doğuşdan sonraki, o ağrıdan sonraki xoşbəxtliyi hiss eləyəndə artıq o ağrını unudur. Hansı qadından soruşsanız ki, doğuş ağrısını xatırlayırmı? Heç kəs xatırlamır. Yəni, bu eyni deyil. Ümumiyyətlə, statistikaya görə Azərbaycan ürək-damar xəstəliklərinə görə dünyada ilk sıralarda da çox təəssüf ki, bu, bəs ürək-damar problemləri ilə bağlı fikirləriniz, statistikaya yanaşmanız necədir? Bildiyiniz kimi, mən ixtisasım terapevt kardioloq olaraq gedir. Bəzən soruşurlar ki, necə olur ki, ürək həkimi başqa orqanlarda müalicə edir. Bu, Almaniyada biraz fərqlidir. Yəni, biz bütün sahələri öyrənib, sonunda ürək-damar xəstəliklərini öyrənirik, belə deyim. Yəni, daha dərindən öyrənirik. Mən düşünürəm ki, buna səbəb maarifləndirmənin zəif olmasıdır. Məsələn, deyə bilərik ki, sizin ürək infarktı dediyiniz, bizim ürəyin koronar xəstəlikləri dediyimiz o xəstəliklərin bir neçə risk faktorları var. Bunlardan biri genetikadır ki, biz ona o qədər də təsir eləyə bilmirik, amma ən çox toxunmaq istədiyim mövzu məsələn siqaretdir. Zərərli vərdişlər. Bu, yəni elə bir risk faktorudur ki, iki xəstəyə biz koronar angiografiyadan sonra, stent qoyulduqdan sonra deyə bilirik ki, məsələn, bunlarda stentin yenidən və ya damarın yenidən tıxanması rast gələ bilər. Bu, bir şəkərli diabet xəstələrdir, bir də siqaret çəkənlərdir. Hamımız məlumatlanmışıq, hamımız bilirik ki, siqaret çəkmək olmaz, siqaret çəksə yenidən infarkt riski var. Amma həkim xəstəyə deyəndə ki, yəni sən siqaret çəkməməlisən, xəstə bunu başa düşür, yəni bunu dərk eləyir normal insan olaraq, amma həkim alternativ buna deyə bilmir. Məsələn, bir misal çəkəcəm. Bir qız öz atasını təkrar təcili yardıma gətirir. Səbəb ondan ibarətdir ki, atası qızının xətrinə siqaretdən imtina eləyir. Amma bununla yanaşı şikayətləri var. Yəni, qızı bu siqareti tərk etməzdən sonraki ağırlaşmaların qarşısını ala bilmir. Və mən ona sual verdim ki, bəs alternativ verdinizmi? Niyə? Çünki bu illərlə çəkilən siqaret nikotin reseptorlarının beyində artmasına gətirib çıxarır və siqareti tərgizliyiniz anda o nikotin reseptorları acı qalır. Bu isə daha böyük xəstəlikləri gətirib çıxarır. Ona görə mən düşünürəm ki, yəni alternativ təklif etməməyimiz və ya alternativləri bilməməyimiz, maarifləndirmənin zəif olması bu ürək-damar xəstəliklərinin Azərbaycanda getdikcə daha da artmasına gətirir. Sizin sözünüzə qüvvət, bütün dünyada olduğu kimi Azərbaycanda da biz hər zaman tabakomaniya, alkoqolizm, zərərli vərdişlərin hər birinə qarşı mübarizə aparırıq və televiziya vasitələri olaraq da təbliğat istiqamətində bax sizin sayənizdə maarifləndirməyə çalışırıq ki, hətta siqaret məhsullarının üzərində belə, tütün məhsullarının üzərində belə yəni zərərli yazılıb, yəni orqanizmə, orqanlarımıza
zərərlidir yazılıb, amma insanlar yenə də öz seçimləri üzərindən gedirlərsə və biz mütəmadi, bax siz dəyərli həkimlər də siqaret öldürür, zərərli vərdişlər siyasətində ilk sıralardadır sözünü vurğulayırlarsa, artıq insan öz seçiminə bağlı. Biz bilirsiniz necə edirik? Biz demirik ki, siqaret öldürür və siqaret çəkmə. Biz deyirik ki, yəni siqaret çəkmə onun effektini verən, yəni xoşbəxtlik hormonunu necə siqaret qaldırırsa, necə endorfinləri qaldırırsa, onun alternativini təklif eləyirik. Və o alternativi xəstə qəbul edəndən sonra, çünki burada artıq tip dövrəyə girir. Ondan sonra artıq siqareti istəmir. Yoxsa əks halda bu bədən üçün stres və əlavə xəstəliklərin yaranması deməkdir. demək. Bəs sizə görə ümumiyyətlə pasientin qəbula gələn həmin o xanımın bəyi fərq eləmir. Ruhsal durumu, yəni pasientin həyat tərzi yoxsa analizləri vacibdir? Mənim üçün Bura mən psixosomatikanı da əlavə edirəm. Başa düşdüm. Mənim üçün daha çox xəstəliyin niyə yaranmasıdır. Və ən maraqlı tərəfi və ən önəmli tərəfi də budur. Əlbəttə ki, məsələn, yaşlı xəstələrdə 20-30 il əvvəl öncə simptomun ilk yaranmasını yəni xatırlaya bilmirlər və s. və ilə axır. Amma adətən xəstəliyin nədən yaranmasını bildikdən sonra onu müalicə eləmək də daha rahatdır. Və müasir dövrümüz elədir ki, adətən Azərbaycanda da görə bilərsiniz ki, bəzi qan analizlərinin hətta nəticəsi belə doğru çıxmır. Yəni, daha çox anamnez və xəstəliyin nədən yaranması önəmlidir.